İqbal bəy, zaman dəyişir yoxsa insanlar? İnsanlar zamanı eyni şeydir. 24 saat eyni cür fırlanır. Ta Binəyi qədimdən indiyə qədər 24 saat olduğu kimi fırlanır, zaman da olduğu kimi fırlanır. İnsanlar dəyişir, texnologiyalar dəyişir, insan ağlı sürətli şeylər icad edir və onun da fonunda özü dəyişməyə məcburdur. Geyimlər dəyişib indiyə qədər, nə qədər geyimlərimiz dəyişib, texnologiyalarımız dəyişib, mindiyimiz avtomobillər dəyişib, həyat şəraitimiz dəyişib, məişətimizə müxtəlif yeməklərdən tutmuş əşyalara qədər nə qədər yeni şeylər daxil olub. Elə təkcə bizim nəslin gördüyü, tutaq ki, adi bir telefon nümunəsi, dünənə qədər bir fərqli telefon nümunəsi idi, bugün bir fərqli telefon nümunəsidir. Və buna görə də insanlar özləri dəyişir, dəyişdikcə də məişətinə, həyatına, dünyasına yeni şeylər getirir. Zaman isə 24 saatdır. Bu tərəfə də fırlasan 24 saatdır, o biri tərəfə də fırlasan və o saatın çaxçaxı dayanmadan eyni cür fırlanır. Heç başqa cür fırlanmadı zaman. İnsanlar başqa cür dəyişir, amma zaman heç vaxt başqa cür fırlanmadı. Elə eyni bir dəqiqən 60 saniyədir, bir saatın 60 dəqiqədir, bir sutkan 24 saat. Bu şəkildə də davam edir. Bunu heç dəyişik görən olmadı. Amma insanlar anadan olandan ta qəbir evinə qədər dəyişməyə davam edir. Ona görə heç bir şeyi zamanın üzərinə buraxmaq lazımdır. Düzdür, bizdə çox məşhur deyimdir və çox istifadə edir ki, zəmanə korlanıb. Zəmanə korlanmır, dəyişən insanlardır. Və bir də biz bilmirik ki, korlanmışıq məslində, yoxsa düzəlmişikmi. Onu da demək çox çətindir. Ona da tarix sonra qiymət verəcək. Qərar verəcək.